Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabından Qeybət bölümündən 4-cü dərsi oxuyuruq. Və bu barədə keçən dərsimizdə neçə dənə hədis oxumuşduq. Bu hədislər dəlalət eləyirdi qeybətin haramlığına. Əlbəttə qeyd eləmişik ki, ədillətul ərbəə 4-ü də, yəni 4 dənə dəlilimiz ki var, bu dəlillərlə hökmlər sabit olur. Bu dəlillər hamısı dəlalət eləyir qeybətin haramlığına. Bu dəlillərdən biri Quran-ı Kərimdir və digəri sünnət, icma və əqildir. Quran-ı Kərimdən 4 dənə ayə oxumuşduq və ondan sonra artıq 2 dərsimizdir ki, hədis oxuyuruq bu barədə. Bugünkü dərsimizdə də yenə qeybətin haramlığına Peyğəmbərimizdən neçə dənə hədis oxuyarıq. Hədislərdən biri budur. Və ruviyyə ənəl muğtab İza tabe və huvə axiru mən yədxulul cənnə və in ləm yətub və huvə əvvəlu mən yədxulun nar. Həzrət buyurur, ənəl muğtab, o şəxsi ki qeybət eləyir, İza tabe, o zaman ki qeybət eləməkdən tövbə elədi, və huvə axiru mən yədxulul cənnə. Bu, qiyamət günündə cənnətə axırıncı daxil olanlardan olar. Yəni, qiyamət günü bərpa olunanda insanlar ki cənnətə daxil olacaqlar, bu qeybət eləyən ki tövbə eləyibdir, cənnətə daxil olan axırıncı adam olacaq. Yəni, baxmayaraq tövbə eləyibdir, onun qeybət eləməyi səbəb olar, bu cənnətə axırıncı adam olsun ki, daxil olsun. Yəni, axırıncı daxil olanlardan olacaq. Yəni, qeybət o qədər pisdir ki, insan ondan tövbə elədikdən sonra da yenə də Allah ona qiyamət günündə cənnətə daxil olmağın axırıncı adamı hesablayır. Və in ləm yətub, əgər bu qeybət eləyən qeybət eləməkdən tövbə eləmədi, fəhuvə əvvəlu mən yədxulun nar. Bu şəxs qiyamət günündə birinci cəhənnəmə daxil olanlardan olacaq. Yəni, cəhənnəmə gedənlərin içində birinci bu şəxs daxil olacaq. Qeybət o qədər pisdir. Və ənhu sallallahu aleyhi və aleyh. Yenə də Peyğəmbərimizdən hədis nəql olunub. Ənəl qeybətə haramun əla kulli muslimin. Qeybət bütün müsəlmanlara haramdır. Yəni, o şəxs ki, özünü müsəlman bilir, qeybət eləmək haramdır. Və ənəl qeybətə lətəkulul həsənat kəma təkulun nar əl-hətəb. Buyurur, qeybət insanın yaxşı əməllərini yiyər, necə ki, odunu yiyir. Yəni, bir yerdə od qalıyırsan, içində nə qədər böyük, yaş odun qoysan, o odunu yiyir, məhv eləyir, onu kül eləyir. Həzrət də buyurur, bir nəfərin yaxşı əməlləri olsa belə, əgər qeybət eləsə, bu qeybət onun o yaxşı əməllərini hamısını kül eləyər, hamısını yiyər. İndi rivayətdə ki, bu cür gəlibdir, mərhum Şeyx Murtəza Ənsari istəyir biraz buna şərh versin, izah eləsin ki, qeybət nə cür insanın yaxşı əməllərini yiyər, aradan aparar. Buyurur və əklül həsənat,
İmma ən yəkuna əla vəchəl ihbat. O rivayətdə ki, gəlibdir ki, qeybət insanın yaxşı əməllərini yiyər, aradan aparar. Ya bu cür olar ki, əla vəchəl ihbat. İhbat, həbt. Quran-ı Kərimdə də bu barədə işarə var. Həbt nəyə deyirlər? Həbt budur ki, insan bir iş görür, onun yaxşı əməlləri aradan gedir. Hamısı aradan gedir. Yəni, burada da Həzrət ki buyurur, qeybət yaxşı əməlləri yiyər. Bir ehtimal budur ki, insan qeybət elədi, qeybət eləyən kimi onun yaxşı əməlləri aradan gedər. Elə bil, bu yaxşı əməl eləməyib. Bu bir ehtimal. Avlə izmihlal, ya da ki, müzməhil olar. Müzməhil yəni nə? Yəni, yaxşı əməllər aradan gedmir və lakin, belə deyək, o yaxşı əməllər artıq nə olur? Belə deyək, zahirdə görünmür. Məsələn, misalın vuraq belə. Tutalım bir dənə hovuzdur, su ilə doludur. İndi sən gələsən, bir 10 qram gülab tökəsən o hovuzun içinə, o suyun içinə. O gülab o suyun içindən aradan gedmir. Və lakin elə həll olur ki o su çox olduğu üçün o elə bir vəziyyətə düşür ki, daha görünmür orada. Buna deyirlər ərəblər muzmahil. Yəni, insanın da yaxşı əməlləri olduqda, elə ki qeybət elədi, qeybət elə bil o hovuzdur, onun yaxşı əməlləri o hovuzun, o gülab hovuzun içində yoxa çıxdığı kimi, yəni görünmədiyi kimi, bunun yaxşı əməlləri də o qeybətdə o cür olacaq. Yəni, aradan gedməz, amma görünməz. Bir ehtimal da budur. Avlə izmihlal savabuha fi cunubir cəmbi iqabihi. Ya da ki, ehtimal budur ki, bunun iqabının, bunun o qeybətin əzabının içində bunun əməllərinin savabı artıq nə olacaq? Muzməhil olacaq da, görünməyəcək. Elə bil ki, aradan gedmiş kimi olacaq. Avlə ənnaha tunqalul həsənat iləl muhtab. Üçüncü ehtimal da budur ki, Həzrət buyurur, qeybət eləyənin əməlləri aradan gedəcək. Yəni, qeybət eləyənin savab əməlləri o qeybət olunan şəxsin əməl dəftərinə nəql olunacaq. Yəni, bir nəfərin qeybətini elədisə, bu qeybət eləyənin nə qədər gözəl əməlləri var, hamısı keçəcək o bir şəxsin əməl dəftərinə. Onun da günahları, onun da nə qədər günahı varsa, onlar da keçər bu qeybət eləyənin əməl dəftərinə. Kama fi qeyri vahidin minəl əxbar. Necə ki, neçə dənə rivayətlərdə, xəbərlərdə bu söz gəlibdir. Məsələn, o hədislərdən biri budur ki, və minha nəbəvi sallallahu aleyhi və aleyhi. Məsələn, nəbəvi rivayətlərdən biri budur. Yu'ta bi əhədin yevməl qiyamə, ki, Həzrət buyurdu, qiyamət günündə bir nəfəri gətirərlər, təyyuqəf beyni yədəyi Rəbb əzzə və cəl, Allahın, uca Rəbbimizin müqabilində duracaq və yutfa ileyhi kitabəhu, onun əməl dəftərini ona verərlər. Fəla yərə həsənatahu fihi, bu baxacaq, öz yaxşı əməllərini görməz. Elə bir qiyamət günündə bir nəfərini gətiriblər, məhşər günündə, onun dünyada elədiyi əməllər dəftərini veriblər ona, ki, bax ki, öz əməl dəftəri və. O da baxacaq, görür, mənim dünyada namaz qılmışam, oruç tutmuşam, həccə getmişəm, Kərbəlaya getmişəm, Məşədə getmişəm, ziyarətlər eləmişəm, yaxşı əməllər eləmişəm, amma bu yaxşı əməllərin bu dəftərdə yoxdur. Fəyəqul, da o şəxs deyəcək, ilahi, leysə hazır kitabı. Deyəcək ki, pərvərdigara, bu mənim əməl dəftərim deyil. La ərə fihi həsənati,
mən dünyada o qədər gözəl işlər görmüşəm, amma öz əməllərimi mən burada görmürəm. Fəyuqalu lahu. Onda o şəxsə deyilər: İnnə Rabbəkə la yazillu və la yansa. Həqiqətən sənin Rəbbin nə bir şeyi itirər, nə bir şeyi yaddan çıxardar. Zəhəbə əmələk və iqtiyabin nas. Sənin o dünyada gördüyün əməllərin insanların qeybətini eləməklə aradan gedibdir. Cəmaatın qeybətini eləmisən, sənin də gözəl əməllərin gedibdir. Ona görə sən öz yaxşı əməllərini orada görmürsən. Sümmə yu'ta bi axərin. Sonra başqa bir nəfəri gətirərlər və yutfa ileyhi kitabahu. Onun da əməl dəftərini ona verərlər. Fəyərə fihi taatun kəsirə. Görər ki, burada bu dəftərdə gözəl itaətlər var. Məsələn, burada bu həccə gedibdi, burada ehsanlar eləyibdi, burada namaz qılıbdi. Fəyəqulu ilahi ma haza kitabi. O da deyəcək, ilahi, bu əməlləri mən eləməmişəm, mən dünyada bu əməllərin sahibi olmamışam. Fə inni ma əmiltu hazihi taat. Ben bu itaətləri eləməmişəm. Fə yuqalu ləhu. Onda da o şəxsə deyilər, İnnə filanən iqtabək. Filan kəs sənin qeybətini eləyibdi. Ona görə fəddofiət həsənatuhu ilək. Onun gözəl əməlləri sənin dəftərinə keçirdilib, sənin də günahların onun dəftərinə keçirdilib. Necə ki, o birinci şəxs deyə, görə günahlar var burada, mən bu günahları eləməmişəm. Ona xəbər verilər ki, sən filan kəsin qeybətini eləmişsən, onun günahları gəlib sənin dəftərinə, sənin də gözəl işlərin keçib onun dəftərinə. Buna da o söz deyilər. Deyilər ki, sənin pis əməllərin keçib onun dəftərinə, onun yaxşı əməlləri gəlib sənin dəftərinə. Baxın, bu qeybət nə qədər iyrənc bir şeydir ki, insan həyatında bir ömür eləyir, bir ömür keçirdir, yaxşı əməllər eləyir, yaxşı əməllər hamısı aradan gedir və başqasının pis əməlləri gəlir insanın əməl dəftərinə və qiyamətdə də ən çox peşman olan belə bir şəxs olacaq. Onun üçün Allah eləməmiş insan əgər bir nəfərin qeybətini eləsə, gərək tez geçsin o şəxsdən halallıq alsın, özünü bağışlatsın, ta dünyada yaşayarkən onun nə qədər nəfəsi gəlir, onu özünü bağışlatsın ki, qiyamət günündə bu səhnəyə düçar olmasın. Elhamdülillahi Rabbil aləmin.